Salam hörmətli izləyicilər. Keçən dəfə mən sizə ev tikintisi ilə məşğul olan fırıldaqçılardan özünüzü necə qorumağı yollarını göstərmişdim. İndi isə onlardan da daha təhlükəli insanlardan özünüzü qorumağı məsləhət bilirəm. Söhbət nədən gedir? Bu yaxınlarda qarşıma bir video çıxdı. Deməli, fəxrlə deyir ki, biz evi götürürük, Leningrad layihəli evdən Novostroyka düzəldirik və evdə nə var hamısını dağıdıb bütün divarları çıxardırıq. Və arxa fonda da göstərir ki, deməli panel evdir. Panel evin iki otaq arasında olan divarı tam götürmüşdür və orada artıq armaturdan həmin evin skeleti qalmışdır. İkinci şəkildə mən onların hamısının şəklini çəkmişəm, sözün açığı loqolarını silmişəm. Heç kəsə mərdimazarlıq eləmək fikrim yoxdur. Sadəcə siz özünüzü qoruyun. Bu insanlar bilmirlər ya da bilə-bilə sizi çox təhlükəli, sizi və sizin qonşularınızı çox təhlükəli vəziyyətə salırlar. Sizə həm maddi, həm də uzaq olsun faciəvi bir zərbə vura bilərlər. İndi mən sizə o şəkilləri göstərəcəm. Gördüyünüz kimi iki otaq arasındakı panel divar sökülərək burada yalnız onun armaturdan skeleti qalmışdır. Bu ikinci şəkildə isə gördüyünüz kimi tavanda onun bir küncdə izi qalmışdır. Mən o loqonu pozmuşam deyə o tam görünmür həmin hissə. Belə olduqda, hörmətli izləyicilər, baxın bu mərtəbənin üstündə neçə mərtəbə varsa, həmin panellərin hamısının ağırlığı bu tavanın panelinin üzərinə düşür. Bu tavanın panelinin də altında arakəsmə divar artıq olmadığına görə və o yük daşıyan divardır. Hər gün, hər dəqiqə orada təhlükə gözlənilir. Bax, bu təhlükələrdən bilməyən, işi bilməyən adamlardan hansı ki, təki gözəl görünsün, gözəllik xatirinə sizi təhlükəyə salan adamlardan xahiş edirəm özünüzü qoruyun. Çünki bunun axırı çox pis ola bilər. Sizin ailəniz, uşağınız, yəni əzizləriniz və qonşularınız bu binada, bu evdə yaşayırsınız. Ümumiyyətlə, heç nə olmaz. Mən 10 ildir belə ev tikmişəm, heç bir şey olmayıb. Ya bu cür təmir eləmişəm, heç nə də olmur deyən məsuliyyətsiz adamlardan uzaq olmağınızı sizə məsləhət görürəm. Əgər faydalı oldumsa, yenə də şad oldum. Sağ olun.